Salam əziz və dəyərli müəllimlər. Bu gün mən sizə çox maraqlı bir testin izahını verəcəm. Gəlin testimizə nəzər yetirək. Testimizə ilk baxdığımızda gözümüzə vergüllər dəyir. Yəni vergüllərimiz var gördüyünüz kimi. Boşluğun əvvəlində və boşluqdan sonra vergüllər verilir. Vergül əslində bizə deyir ki, bu cümlə təsvir edici təyin budaq cümləsidir deyə düşünə bilərik. Bilirik ki, təyin budaq cümləsi iki hissəyə bölünür. Deməli, məhdudlaşdırıcı, yəni limiting, müasir adı ilə desək, defining və təsvir edici, descriptive və ya non-defining adjective clause. Deməli, bilirsiniz ki, təsvir edici təyin budaq cümləsinin məhdudlaşdırıcı təyin budaq cümləsindən fərqi ondan ibarətdir ki, burada budaq cümlə düşə bilər və düşsə də cümləyə heç bir təsir etməz. Niyə? Çünki buradakı budaq cümlə cümlənin bir növ əlavəsidir. Yəni, further və ya additional informationdır. Buna görə də cümlədə ki, budaq cümlənin heç bir mənası olmur. Düşə bilir, düşsə də cümləyə nə deməli qrammatik, nə də leksik baxımından təsir etmir. Ümumiləşdirsək, səbəb pozitiv olmasıdır. Yaxşı, bu cümləyə nəzər yetirsək, bu hissə zaten bizə gərəkli deyil. Buradan başlayaq. One of these expectations deyir burada. Deməli, %100 bu cümlənin mübtədasıdır. Vergüllü hissə, ki, dairəyə alınmış bu hissə, cümlənin budaq cümləsi olduğu baxan kimi bilinir. Bu da xəbəridir. Xəbərdir. Deməli, mübtədası one of these expectation, bu baş cümlənin mübtədası, results from an individual's media biography. Bu da deməli, baş cümlənin xəbəri və the other parts of speech-dir. Yəni, digər hissələridir, nitq hissələridir və ya hissələridir cümlənin. İndi, burada bir məsələ var. Bu cümləni hər kəs belə düşündü ki, təyin budaq cümləsinə istinad edərək vergüldən sonra və ya iki vergül arasında that işlənməz. Niyə? Hər kəs də gərəkçi olaraq bunu göstərdi ki, biz təyin budaq cümləsində vergüldən sonra which istifadə edirik. Əslində düz deyirik və ya düz deyirlər, doğrudur. Amma biz necə əmin ola bilərik ki, bu cümlə təyin budaq cümləsidir? Axı, sizlərin düşündüyünüz cümlə növü təyin budaq cümləsinə aid. Axı, bu cümlə təyin budaq cümləsi deyil. Deyəcəksiniz ki, bu axı təyin budaq cümləsinin quruluşudur. Xeyr, bu təyin budaq cümləsi deyil. Hardan bilirəm? Deyim sizə. Təyin budaq cümləsi o deməkdir ki, düşən cümlə özvüdür. Bu nə deməkdir? Nisbə vəzlik gəlir, düstur belədir. Nisbə vəzlikdən sonra gələ bilər ya mübtəda, s, ya da xəbər, verb, yəni predicate, s-v. S-v-o gələ bilməz. Yəni, mübtəda, xəbər, tamamlıq gələ bilməz təyin budaq cümləsinin budaq cümləsində. Çünki adından bəllidir, təyin budaq cümləsidir. Düşən cümlə özvünün yerinə istifadə olunur. Mübtəda düşürsə yerinə, nisbə vəzlik mübtəda yerində gəlir. Tamamlıq düşürsə, nisbə vəzlik o düşən tamamlığın yerində gəlir. Bəs biz nə üçün deyirik ki, təyin budaq cümləsində, budaq cümlədə which, it olmaz budaq cümlədə. Çünki it elə which-dir. Əgər which, that qoymuşuqsa cümlədə, artıq burada itə ehtiyac yoxdur. Çünki təyin budaq cümləsində ya gəlir mübtəda, xəbər, ya da gəlir xəbər tamamlıq. Yazaq düsturumuzu. Mübtədamız gəlir, ondan sonra xəbərimiz gəlir.
Bu nə deməkdir? Yəni nisbə əvəzlik gəlir, nisbə əvəzlikdən sonra gəlir ya mübtəda, ya xəbər, nisbə əvəzlikdən sonra gəlir xəbər, tamamlıq. Əgər ki, boşluqdan sonra, bax ki, boşluq qoyduq, mübtəda, üzərinə xəbər, üzərinə tamamlıq gəlir. Bu heç vaxt təyin budaq cümləsi olmaz. Ola bilməz. Deməli, nəsə başqa bir şey var burada. Bunu araşdırmaq lazımdır. Çünki təyin budaq cümləsində, budaq cümlədə üst-üstə mübtədanın, xəbərin, nisbə əvəzliyin gəlmə halı mümkün deyil. Belə bir şey ola bilməz. İndi bu cümləmizə diqqət yetirsək, görərik ki, the media deyir mübtəda. Will be able to meet xəbər, certain needs tamamlıqdır. Needs burada tamamlıqdır, certain də attribute. Deməli, burada artıq baxan kimi görünür ki, cümləmizdə tam cümlə var. Tam cümlə nə deməkdir? Burada cümlə üzvlərin, yəni cümlənin baş üzvləri ilə cümlənin ikinci dərəcəli üzvləri varsa, bu cümlə heç bir halda təyin budaq cümləsi ola bilməz. O zaman başqa bir şey var burada. Bu nədir? Bu noun clause-dur. İsmi budaq cümlədir. Və noun clause-lar üç hissəyə bölünürdü. Subject, predicative and object clause. Yəni mübtəda, xəbər və tamamlıq budaq cümləsi. Bu qayda yalnız tamamlıq budaq cümləsində pozula bilər. Bu necə olur? Tamamlıq budaq cümləsində belə bir qayda var. Noun clause as an appositive. Əlavə yerində və ya əlavə kimi ismi budaq cümlə. Belə object clause da əslində. Baxın, mübtəda, xəbər, tamamlıq. Və bu cümlə yalnız və yalnız that-lə işlənir. Başqa nisbə əvəzliyi ola bilməz. Which, who, whom, whose bunlar istifadə olunmur. Yalnız və yalnız that-dən istifadə olunur. Və bu iki vergül arasında gördüyünüz məsələ əslində təyin budaq cümləsi yox, ismi budaq cümlədir, yəni nominal clause-dur. Yaxşı, ismi budaq cümlənin hansı növünə aiddir? Bu ismi budaq cümləsinin tamamlıq budaq cümləsi növünə aiddir. One of these expectations that the media will be able to meet certain needs results from an individual media biography. Deməli, burada da göründüyü kimi tamamlıq budaq cümləsidir. Sadəcə buradakı bu hissə əlavədir. Və bunu biz buradan çıxartsaq, bunlar birləşəcək və bunun əlavə olduğu görünəcək. Digər bir məsələ var burada. Bildiyiniz kimi, təyin budaq cümləsində nisbi əvəzlik, daha doğrusu nisbi əvəzlikdən qabaq gələn söz budaq cümlədə açıqlanmalıdır, yəni burada. Burada da göründüyü kimi, nisbi əvəzliklə ondan qabaq gələn söz arasında heç bir əlaqə yoxdur. Çünki təyin budaq cümləsi o deməkdir ki, nisbi əvəzlikdən əvvəl gələn söz. Bax, buna deyirlər antecedent, yəni təyin olunan söz. Antecedent budaq cümlədə açıqlanmalıdır. Çünki ona göndərmə olunur axı. Biz nisbi əvəzlikləri qoyuruq, deməli, boşluqdan qabaq gələn ismə görə. Canlıdırsa who qoyuruq, cansızdırsa which. Niyə? Çünki onu açıqlayırıq. Çünki ona budaq cümlədə məlumat veririk. İndi, burada that qoysaq, görərik ki, və ya hər hansı bir nisbə əvəzlik qoysaq, görərsiniz ki, deməli, expectation sözü ilə heç bir əlaqəsi yoxdur. Çünki təyin budaq cümləsi deyil. Ona görə. Və bu cümlə noun clause as an appositive iki yolla düzəlir. Bir, that, amma iki vergül arasında. That, bir də for to birləşməsi. Nə deməkdir for to? Yəni ki, iki vergül arasında for you to do formasında istifadə olunur. Bu for to dediyimiz nədir? For to deməkdir ki, yəni biz budaq cümləni niyə verə bilərik? İki vergül arasında, yəni durğu işarələri arasında that-lə, yəni vergüllərlə daha doğrusu that ya da ki for to formasında istifadə edə bilərik. Məsələn, tutaq ki, belə bir cümlə yazaq. Deyirik ki, Tom's choice for her to bring the kids next week sounds reasonable. Yəni, Tomun seçimi daha məntiqli görünür. Onun uşaqları gələn həftə gətirməsi
fikir daha məntiqli görünür. İndi bunu görürsüz, bax bu da deməli noun clause with və ya as and a positive-dir. Burada bu da cümlənin, daha doğrusu vergülü hissəni dəyişdirsək belə olacaqdır. For yerine məsələn qoya bilərsiniz. She can bring. Məsələn, she can bring the keys next week sounds reasonable. Bura that əlavə eləmək lazımdır və artıq deməli noun clause as nə positive olaraq tam cümlə oturdu. Ya that she can bring the keys next week formasını verəcəyik, ya da for to infinitive construction formasını da verəcəyik. Hər ikisi uyğundur. Və bu deməli izahatdan sonra artıq məlum olur ki, cümləmiz noun clause-dur və növ olaraq da object clause. Sadəcə ortaya budaq cümlə əlavə olaraq daxil olur və yalnız və yalnız that-lə istifadə olunur. 2 vergül that. Ya da sadələşdirsək for to infinitive construction istifadə olunur. Düzgün cavabımız D variantı.